Salam hər kəsə, hər vaxtınız xeyir. Bu gün Ərriyə Tədris Mərkəzinin 3 may tarixində keçirilmiş ümumi sınaq imtahanının fizika suallarının izahını sizə təqdim edəcəm. Gəlin vaxt itirmədən başlayaq. Deməli, birinci sualdan başlayaq. Düzxətli hərəkət edən cismin koordinatını zamandan asılı qrafik verilmişdir. Cismin 1, 2 və 3 nöqtələrinə uyğun sürətinin buludlar arasında hansı münasibət doğrudur? Buradan gördüyünüz kimi sürət bərabər yavaşayan sürətdir. Yəni, bu parabola bərabər yavaşayan sürətin qrafikidir. Əgər sürət bərabər yavaşayaraq gedirsə, deməli, bizim ən əvvəl rast gələn nöqtəmiz ən böyük sürətə malik olan nöqtəmiz olacaq. Deməli, 1-in sürəti hamısından böyükdür. 3-ün sürəti isə hamısından kiçikdir. 2 də ortalama gələcək. Yəni, burada düzgün cavab Y variantı olacaq. Keçək. İkinci sual. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin xətti sürətinin asılılıq qrafikinə görə çevrənin radiusunu hesablayın. Verilmiş radiuslu çevrə dedikdə, o demək ki, R sabitdir. İndi bizə verilən kəmiyyətlə təcil və sürətdir. Biz bilirik ki, təcilin belə bir düsturu var. A bərabərdir V kvadrat böl R. Bizdən buradan nə istəyir? Radiusu istəyir. R onda bərabərdir. V kvadrat bölünsün A. İndi bu qrafikdə siz istədiyiniz nöqtəni götürə bilərsiniz. İstərsəniz bu nöqtə, istərsəniz də bu nöqtəni götürə bilərsiniz. Hər ikisində cavab eyni alınacaq. Daha kiçik rəqəmlər olsun, yəni hesablama rahat olsun deyə mən 8 və 2 dəyəri olan nöqtəni göstərəcəm. Hesablayaq. V kvadrat. V burada 2-dir. Onda V kvadrat 4 bölünsün A-mız 8. Bu da bizə 0.5 verəcək. Yəni düzgün variant C variantı olacaq. Hərəkət tənliyi bu şəkildə olan cismə təsir edən əvəzedici qüvvənin modulu 0.1 kN-dur. Bu cismin kütləsini hesablayın. Biz bilirik ki, sürətin, daha doğrusu koordinatın ümumi düsturu bu şəkildədir. X bərabərdir x0 plus v0 t plus at kvadrat bölü 2. Bizim t kvadratın əmsalı 5-dir. Yəni a bölü 2-miz 5-dir. Deməli, bizim təcilimiz neçə olacaq? A bərabərdir 10. Mən vaxt itirməyək deyə vahidləri yazmayacağam. Amma təcilin vahidi metr bölü saniyə kvadratıdır. İndi bizdən cismin kütləsini soruşur. Newtonun qanunlarına əsasən biz bilirik ki, təcil cismə təsir edən qüvvənin kütləyə bölünməsindən alınan kəmiyyətdir. Cismə təsir edən qüvvə 0.1 kN. Yəni 0.1 vurulsun 10 üstü 3. Kilonun vahidi, yəni 10 üstü 3 demək, 1000. Bölünsün 10. Bu da bərabərdir 100 böl 10. Bu da nəticədə bizə 10 verəcək. Yəni cavab 10. Bunu silək, daha belə yazaq, suala mane olmasın. Yuxarı hərəkət edən liftin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Liftdə olan 50 kq kütləli adamın çəkisini hesablayın. Demək, biz burada sürətin zamanının asıllıq qrafiki verilir və V0-mız başlanğıc anda 0-dır. A nəyə bərabərdir? V çıx V0 böl T. İndi bizim V0-mız 0-dır. Yəni bu nöqtə üçün hesablayaq. A-mız nəyə bərabərdir? 4 çıx 0 böl 2. Yəni sürətimiz 2-dir. Yuxarı hərəkət edirsə, qüvvə, ağırlıq qüvvəsi necə olacaq? M J plus A. J'miz 10'dur,
A-mız 2-dir. Kütlədə 50-dir. Onda F nəyə bərabər olacaq? 50 vurulsun 10 üstəgəl 2. 12. Bu da bərabərdir 600-ə. Cavab 600 B variantı. 35. Sürtünmə qüvvəsini necə azaltmaq olar? Buzlu yolları qum səpməklə. Ümumiyyətlə, buzlu yollara qum və ya duz səpməklə, yəni xırda bənəcikli bir maddə tökməklə biz sürtünmə qüvvəsini artırmış oluruq. Beləcə, maşınlar yolda sürüşmür. Deməli, bir düzgün variant deyil. Avtomobilin təkərlərinin naxışlı hazırlamaq da yenə səthin hamarlığını azaldan bir şeydir. Yəni, bu da hamarlıq daha az olduqca sürtünmə qüvvəsi də daha yuxarı olur. Bu da düz variantdır. Amma deyizəkli yastıqlardan istifadə etmək səthi hamarlaşdırmaq mənasına gəlir. Ona görə ikinci bənd sürtünmə qüvvəsini azaldır. Bu səbəbdən cavab A, yəni yalnız 2 olacaq. Yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 0,4 metr/saniyə sürətlə yuxarı hərəkət edirsə, 2 saniyə müddətində yükün qalxdığı hündürlüyü hesablayın. Demək, biz bilirik ki, ümumilikdə ipin ucu 0,4 metr/saniyə sürətdə qalxır. Və bu tərpənən blok olduğuna görə mexanikanın qızıl qaydasından biz bilirik ki, biz qüvvədə nə qədər qazanırıqsa, yolda o qədər itiririk. Tərpənən blokda biz qüvvədə 2 dəfə qazanırıq. Deməli, yolda da 2 dəfə itirəcəyik. Yolda 2 dəfə itirmək elə sürətdə də 2 dəfə itirməyə bərabərdir. Çünki bərabər sürətlə hərəkət edir. L bərabərdir VT deyək. S də ola bilərdir. S bərabərdir VT də ola bilər. Əgər biz yolda 2 dəfə itiririksə, eyni zaman fasiləsində biz sürətdə də 2 dəfə itirmiş oluruq. Yəni cismin sürəti 2 dəfə yavaş olacaq. Bu deməkdir ki, biz ipi 0,4 metr/saniyə sürətlə qaldırırıqsa, cisim 0,2 metr/saniyə sürətlə qalxmış olacaq. Və 2 saniyə müddətində yolu hesablamaq lazımdırsa, L bərabərdir 0,2 vurulsun 2. Bu da bizə 0,4 verəcək. Yəni A variantı. Yay aslan yükün təsiri ilə uzanaraq bir vəziyyətindən 2 vəziyyətinə gəlir. Bu zaman yükün yerə nəzərən potensial enerjisi və yayın potensial enerjisi necə dəyişir? Gördüyünüz kimi cisim bir halından 2 halına gələndə yerə daha da yaxınlaşır. Potensial enerjinin düsturuna görə MGH-da cismin kütləsi dəyişmir, qravitasiya sahəsinin intensivliyi dəyişmir. Yalnız hündürlüyü azalır. Bu deməkdir ki, bizim potensial enerjimiz də azalacaq. Yəni, cismin yerə görə potensial enerjisi azalacaq. Ona görə C və D variantları səhvdir. İndi potensial enerjiyə baxaq. Yayın potensial enerjisi. O da kx kvadrat bölü 2 ilə hesablanır. Cəhdi əmsalı sabitdir. Yalnız yayın uzanması artır. Fikir verirsinizsə, birinci haldan ikinci hala gəldikdə uzanma artıb. Bu o deməkdir ki, yayın öz potensial enerjisi artmış olacaq. Deməli, bizim düzgün variantımız B variantı. Cismin potensial enerjisi azalır yerə görə. Amma yayın potensial enerjisi artır. Faydalı iş əmsalı 60% olan tərpənən blokda 60 kq kütləli yük bərabər sürətlə qaldırılır. Bloka tətbiq olunan qüvvəni hesablayın. Hesablayaq. Deməli, faydalı iş əmsalının düsturu necədir? Faydalı iş bölünsün tam iş vurulsun 100%. İşin düsturunda əgər biz məsafə eynidir zaten. Onların nisbəti elə ona tətbiq olunan qüvvələrin nisbətinə bərabərdir. Yəni,
Faydalı işə tətbiq olunan qüvvə ilə tam qüvvənin nisbəti bizə 60% verməlidir. İki tərəfi də 100-ə bölərsək, bu o deməkdir ki, faydalı işin tam işə nisbəti 0,6-dır. Yəni tam işi ya da tam qüvvəni faydalı qüvvəyə 0,6-ya vuranda faydalı qüvvəni bizə vermiş olacaq. İndi əgər kütlə 60 kiloqramdır, J-də 10-dur. Biz gəlin tam qüvvəni tapaq. Demək, bunları silək, düstur olaraq yazaq bunu. Eta bərabərdir. İndi bizə lazım olan iş, yəni bloku qaldırmaq üçün lazım olan iş MJ-dir. Daha doğrusu qüvvə. Amma tam tətbiq olunan qüvvə 2F-dir. Çünki söhbət tərpənən blokdan gedir. Tərpənən blokda biz əgər ipin bir ucuna F qüvvə tətbiq ediriksə, ümumi cismi 2F qüvvə ilə dartmış olur. Tətbiq olunan tam qüvvə 2F-dir. Qaldırmaq üçün lazım olan, bərabər sürətdə qaldırmaq üçün lazım olan qüvvə isə MJ-dir. Bunu da 100%-ə vuranda bizdə faydalı işin düsturu alır. İndi bizə nə lazımdır? Tətbiq olunan qüvvə. Yəni bizə bu F lazımdır. O F-i bu düsturundan necə tapa bilərik? F bərabərdir MJ böl 2 eta böl 100%. Gəlin kəmiyyətləri yerinə qoyaq. M 60-dır. J 10-dur. Faydalı iş əmsalı 100% buradadır. Bölünsün 2, vurulsun faydalı iş əmsalı da 60-dır. Hesablanmalarımızı aparaq. Sonda nə qalır? 5 vurulsun 100, yəni 500. Cavab Y variantı. 39-cu sual. Yaylı rəqqasın rəqslərinin amplitudunun xarici harmonik dəyişən qüvvənin tezliyindən asılı qrafiki verilmişdir. Qrafikə əsasən rəqqasın məxsusi rəqslərinin periodunu təyin edin. Ümumiyyətlə, belə bir sual görəndə həmişə amplitud qiymətlə işləmək lazımdır. Bizdə amplitud qiymət, yəni ən yüksək olan qiymət hansıdır? 20. Bizdən periodu istəyir və tezliyi verir. Periodun düsturu nədir? Tezliyin tərsi. Yəni 1 böl nü. Bu halda 1 böl 20 bizə nə verir? 100%. Yəni C variantı. 40-cı sual. Gərilmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayenin sıxlığı daha böyük maye ilə əvəz etsək, kürəyə təsir edən Arximed qüvvəsi və ipin gərilmə qüvvəsi necə dəyişir? Deməli, Arximed qüvvəsinin düsturu nədir? Rho maye və əslində batmış hissənin həcmi. Amma burada cisim tam batıb deyə V cisim yazıram və J. İndi sıxlığı daha böyük bir maye ilə əvəz etsək, yəni Rho M artır. Cismin həcmi dəyişmir, ağırlıq J də dəyişmir. Deməli, bizim ümumi Arximed qüvvəmiz də artacaq. Ona görə yalnız artar olan cavablara baxacaq. İndi gərilmə qüvvəsi. Biz bilirik ki, gərilmə qüvvəsi yuxarıdır. MJ aşağıdır. Və Arximed qüvvəsi bu cismi yuxarı qaldırmağa çalışır. Yəni, T plus F Arximed bərabərdir MJ-yə.
buradan gərilmə qüvvəsi nəyə bərabərdir? mg çıxılsın F Arximet. İndi əgər Arximet qüvvəsini biz tapdıqsa artır. Burada artır olaraq tapmış. Deməli, bunun qiyməti dəyişiləcək. Təsəvvür edin ki, mg-nin sabit qiyməti var 100 və biz bundan əvvəl 5 çıxırdıq. İndi daha böyük bir qiymət çıxacaq, indi 10 çıxacaq. Əvvəl 100-dən 5 çıxanda 95 qalırdı, indi 100-dən 10 çıxanda 90 qalacaq. Yəni, Arximet qüvvəsi artdıqca ipin gərilmə qüvvəsi azalmağa başlayacaq. Arximet qüvvəsi artdıqca. Çünki o ondan xətti olaraq tərs asılıdır. Ona görə bizim düzgün cavabımız artır və azalır olacaq. C variantı. Verilmiş kütləli ideal qazın üzərində göstərilən proses zamanı hansı kəmiyyət və kəmiyyətlər sabit qalır? Bizə ρ və P verilir. Bunlara aid düstur nədir? ρ bərabərdir. Üzr istəyirəm. P bərabərdir. ρ R T böl böyük 2. İndi bizdə variantlar temperatur, həcm və qaz molekullarının orta kinetik enerjisidir. Gördüyünüz kimi ρ və P ikisi də azalır. Ona görə biz temperatur haqqında deyə bilərik ki, temperatur dəyişmir. Çünki ρ və P ikisi də bir-birindən düz mütənasib asılıdır və ikisi də azalır. Ona görə T dəyişmir. Amma belə bir nüans var. Verilmiş kütləli dedikdə bizdə M sabit götürəcək. Yəni, biz baxırıq, ρ bərabərdir M böl V düsturunda. Qazın kütləsi sabitdir, dəyişməyəcək. Biz ρ azalırsa, deməli, qazın həcmi artmalıdır. Çünki ρ ilə V bir-birindən tərs asılıdır. Kütlənin sabit olduğu halda ρ azaldıqca həcm artmalıdır. Və bizdən soruşulur, hansı kəmiyyətdən sabit qalır? Biz tapdıq ki, həcm sabit qalmır. Biz tapmışdıq ki, temperatur sabit qalır. Ona görə temperatur düz cavablarımızdan biridir. Və qaz molekullarının orta kinetik enerjisi zaten temperaturla xarakterizə olunur. Əgər temperatur dəyişmirsə, qaz molekullarının orta kinetik enerjisi də dəyişməyəcək. Ona görə cavab 1 və 3 olacaq. Enerjinin düsturu da 2-də 3 KT-dir. Və buradan da görünür ki, enerji temperaturla düz mütənasib asılıdır. Əgər temperatur dəyişmirsə, enerji də dəyişməyəcək. Verilmiş temperaturda havanın nisbi rütubəti 20% artdıqda havadakı su buxarının təzyiqi necə dəyişər? Düsturumuz Fi bərabərdir P böl P doymuş vurulsun 100%. İndi verilmiş temperaturda dedikdə temperatur sabitdir. Ona görə doyan buxarın təzyiqi də sabit qalacaq. Fi və P, yəni parsial təzyiqlə nisbi rütubət bir-birindən düz asılıdır. Biri nə qədər artırsa, digəri də o qədər artacaq. Yəni, burada kvadratik, kökaltı və s. kimi asıllıq yoxdur. Bildiyimiz düz asılıdır. Yəni, nisbi rütubət 20% artdıqda, yəni əvvəlki qiymətinin 1.2 qatı olduqda. Bizim təzyiqimiz də 20% artmalıdır. Yəni, əvvəlki qiymətinin 1.2 qatı olmalıdır ki, bu tarazlıq pozulmasın. Deməli, cavab Y variantı 1.2 dəfə artar. 43. Müəyyən kütləli quruluşunun temperaturunun onun aldığı istilik miqdarının asıllıq qrafiki verilmişdir. Quruluşunun yalnız əriməsinə sərf olunan istilik miqdarını kilojoule ilə hesablayın. Deməli, qrafikdə biz bilirik ki, 27 dərəcədən 327 dərəcəyə gəlinə qədər bu quruluşunun qızmasına sərf olunan zaman və enerjidir.
Buradan isə artıq ərimə prosesi başlayır. Bildiyiniz kimi ərimə prosesində temperatur dəyişmir. Ta ki bütün molekullar əriyib bitənə qədər. Yəni maddənin hamısı öz aqreqat halını dəyişənə qədər. Və bizə lazım olan aralıq da elə bu aralıqdır. Bu müddətdən bu aralıqda verilən enerji yalnız əriməyə sərf olunan enerjidir. Bundan sonra da artıq ərimiş quruşunun, yəni maye halında quruşunun qızmasına, daha sonra da buxarlanmasına sərf olunan enerji olur. Amma biz burayla maraqlanmırıq. Bizə sadəcə bura lazımdır. Deməli, proses başlayanda, yəni ərimə prosesi başlayanda biz artıq 240 kilojoule enerji sərf etmişdik və sonda bizim ərimə prosesimiz bitəndə 390 sərf etmiş olmuşuq. Yəni bizim ümumi arada nə qədər enerji sərf olunub? 390-dan 240-ı çıxırıq. Cavab 150 kilojoule. Yəni D variantı. 44. Rezervator üzərində qoyulmuş yüklü metal kürələr və onların arasında müxtəlif materiallardan hazırlanmış çubuqlar təsvir edilmişdir. Hansı hallarda kürələr aralarındakı çubuqla birləşdirdikdə yük bir kürədən digərinə keçir? Deməli, variantlara baxdıqca şüşə elektrik keçirmir. Ona görə 3-ə baxmayacaq. Mis və polad keçiricidir. Bizim işimiz bunlarla. İndi birinci halda hər iki kürənin yükü və radiusu eynidir. Ümumiyyətlə, yüklü zərrəciklər bir-birinə toxunanda müəyyən sıxlıqda olan yükün miqdarını bərabərləşdirməyə çalışırlar. Burada da onsuz birinci halımızda hər iki kürəciyin həm yükü, həm radiusu bərabərdir. Yəni kürələrin həcmi də, yüklər də bərabərdir. Ona görə burada yük mübadiləsi olmayacaq. İkinci halda mis keçiricidir. İkisinin də yükünün Q olmasına baxmayaraq radiusları fərqlidir. Yəni bu kürənin radiusu bu kürənin radiusundan 2 dəfə böyükdür. Həcmi də müvafiq olaraq 8 dəfə daha böyükdür. 3-də 4 Pierre kubu düsturuna görə. Bu səbəbdən bu yük bu kürədəki yük digər kürədəki yük sıxlığa nəzərən baxdıqda daha azdır. Yəni burada yük mübadiləsi baş verməlidir. Digər halda da radiuslar eynidir, yəni kürələrin həcmləri eynidir, lakin yüklərin miqdarı fərqlidir. Və bunların arasında da yük mübadiləsi olacaq ki, o yüklər bir-birinə bərabərləşsin. Ona görə düzgün cavabımız 2-4 olacaq. B variantı. 45-ci sual. S1 kondensatorunun lövhələr arasında D dielektrik daxil olduqda kondensatorların köynəkləri arasında gərginliklər üçün hansı ifadələr doğrudur? Baxaq. Ümumi tutumun düsturu nədir? Epsilon 0 S bölü D. Burada bizim işimiz epsilonladır. Zaten S, epsilon 0 və D sabitdir. Birinci kondensatorun lövhələri arasında D dielektrik daxil etdikdə kondensatorun tutumu artmış olacaq. Bizim də Q bərabərdir SU düsturundan bilirik ki, əgər S artırsa, deməli Q də artmalıdır. Və bu ardıcıl birləşmə olduğuna görə hər ikisinin Q'su artmalıdır. Çünki ikisində də ardıcıl birləşirlər. İkisinin də Q'su artacaq. İndi ikinci tərəfdə Q bərabərdir SU düsturu yenə də keçərlidir. Burada Q artır, amma kondensatorun lövhələri arasında heç bir dielektrik daxil olunmur, səthinin sahəsi dəyişmir və aralarındakı məsafə də dəyişmir lövhəciklərin. Deməli, S də sabit. Əgər Q artırsa, deməli U da artmalıdır. Əgər bizim U2-miz artıbsa və biz bilirik ki, U bərabərdir konst verilib. Yəni, ümumi dövrdəki gərginlik sabit. Ardıcıl birləşmə zamanı gərginliklər toplanır. Yəni,
Ümumi U1 üstəgəl U2-yə bərabərdir. İndi biz dedik ki, U2 artır. Bu o deməkdir ki, ümumi cəmi sabit saxlamaq üçün U1 azalmalıdır. Bizə onda nədir cavab? U1 azalar, U2 isə artar. Cavab D variantı. 46. K açarı 1 və 2 vəziyyətində olduqda ampermetrin göstərişi nəyə bərabər? Ampermetr idealdır, birləşdirici naqilənin müqaviməti nəzərə alınır. İdealdır o demək ki, ampermetrin müqaviməti nəzərə alınmır. Gəlin bir halına bax. Bu xəttdə təmas yoxdur, yəni cərəyan keçməyəcək. Birinci halda cərəyanımız bu istiqamətdə keçir. Belə. Ümumi cərəyan şiddəti nəyə bərabərdir? Epsilon bölünsün R plus R-ə. Balaca R, yəni daxili müqavimət 1-dir, böyük R, yəni xarici müqavimət 3-dür. Ümumi gərginliyimiz isə 12-dir. 12 bölünsün 3 plus 1, o da bərabərdir 3-ə. Birinci vəziyyətdə cavab 3 olmalı. 3 olmayan variantları silin. İndi ikinci hala baxaq. İkinci halda isə bura artıq birləşir, bura baxılmayacaq. Yəni, bilirik ki, cərəyan həmişə az müqaviməti olan hissəni seçir. Burada cərəyan bu istiqamətdə gəlir. Buradan etibarən biri var müqavimətsiz yol, biri də var həm ampermetrdən, həm də ki 3 ohmluq bir rezistordan keçsin. Cərəyan həmişə az müqavimət olan yolu seçir. Ona görə buranı görməzdən gələcək. Yəni, dövrəmizin ümumi müqaviməti nə qədər olacaq? 1 ohm. İkinci hal üçün epsilon nəyə bərabərdir? Bizim ikinci halda yenə də gərginliyimiz 12 voltdur. Keçən gərginlik isə 12 bölünsün. Sadəcə R-in qiyməti var 1. O da 12 amper olacaq. Amma bu 12 amperlik cərəyan ampermetrdən keçməyəcək. Bu yoldan axıb yenidən bateriyaya qayıdacaq. Deməli, bizim ampermetrimizin ikinci vəziyyətdə göstərişi nə olacaq? 0. Çünki ampermetrdən cərəyan keçməyəcək. Ona görə düzgün cavab Y variantı. 47. İçərisində gümüş nitrat məhallı olan elektrolit vanna cərəyan mənbəyinə qoşulmuşdur. Elektrodlar arasında gərginliyi 2 dəfə artırdıqda müəyyən müddətdə katod üzərində ayrılan gümüşün kütləsi necə dəyişir? Biz bilirik ki, kütlənin o zaman ayrılan kütlənin düsturu nədir? K, I, T. Burada i-ni U bölü R kimi yazsaq, M bərabərdir K, T bölü R olacaq. İndi K sabitdir, T sabitdir, R sabitdir. Müqaviməti sabit verir. İndi gərginliyi 2 dəfə artırdıqda, kütlə necə dəyişər? Düz mütənasib olduğuna görə o da 2 dəfə artar. 48. Bir cins maqnit sahəsində qüvvə xəttlərinə perpendikulyar yerləşdirilmiş cərəyanlı düz naqilə təsirində amper qüvvəsinin modulunun naqildəki cərəyan şiddətinə asılılıq qrafiki verilmişdir. Naqilin aktiv hissəsinin uzunluğu 6 metr olarsa, naqilin induksiyasının modulunu hesablayın. Deməli, perpendikulyar qoşulduğuna görə ümumi qüvvəmiz, amper qüvvəsi nə olacaq? IBL. Bizdən induksiyanı soruşur. B nəyə bərabərdir? F bölünsün I-B-yə. I elə, üzr istəyirəm. İndi bizim F-miz də var, I-miz də var. İstənilən nöqtəni burada götürə bilərik. Gəlin birinci nöqtəni. B burada nəyə bərabər olacaq? 60 bölünsün 5 vurulsun 6. 6 da
elimiz idi. Naqilin uzunluğu. Yəni buradan ixtisarlarımızı aparsaq, ümumi cavab sonunda bizə nə qalır? 2. Birinci maqnit sahəsində hərəkət edən yüklü zərrəcin cızdığı çevrənin radiusunun zərrəciyin yükündən asılı qrafiki hansıdır? Radiusun düsturu nə idi? MV bölünsün QB. Burada birinci maqnit sahəsində B sabitdir. Hərəkət edən yüklü zərrəciyin yük sabitdir. Kütləsi də onsuz sabit olur. Üzr istəyirəm. Radiusun zərrəcinin yükündən asılılığını soruşur. Deməli, əgər yükündən asılılığı soruşursa, onda biz M ilə B-ni sabit götürürük. Baxırıq ki, R ilə Q bir-birindən necə asılıdır. Gördüyünüz kimi R ilə Q bir-birindən tərs asılıdır. Ona görə cavab C variantı. Qalan bütün variantlarda ya sabitdir, ya da düz asılıdır. Ona görə C variantını götürürük. 50. Müstəvi güzgü üzərində düşən şüa. Birinci müstəvi güzgü üzərində düşən şüa ikinci müstəvi güzgüdən qayıtdıqda hansı nöqtədən keçər? Gördüyümüz kimi burada şüa diaqonallardan keçir. Yəni birin birə nisbətdə keçir. Buranın diaqonalından buranın diaqonalına, sonra buranın diaqonalına. Diaqonal boyu bunu izləsək, buradan da diaqonal boyu izləsək, yenə buradan da diaqonal boyu izləsək, gəlib hansı nöqtəyə çıxır? M nöqtəsinə. Cavab D. 51. Difraksiya qəfəsində perpendikulyar istiqamətdə işıq dəstəsi düşür. Hansı rəngli şüa üçün birinci tərtib maksimumu ən böyük fi meyl bucağı altında müşahidə olunur? Düsturumuz D sinus fi bərabərdir K lambdadır. Burada sinus fi lambda ilə düz asılıdır. Yəni, ən böyük meyl bucağı üçün bizə ən böyük dalğa uzunluq lazımdır. Ən böyük dalğa uzunluğu da nə vaxt olur? Ən kiçik tezlikdə. İndi bunlardan rəng spektrumunda necədir? Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. İndi burada tezlik artaraq dalğa uzunluğu isə azalaraq gedir bu istiqamətdə. İndi bizim ən çox tezlikli bənövşəyi rəngli şüadır, ən az tezlikli qırmızı rənglidir. Deməli, ən böyük dalğa uzunluqda qırmızı rəngli şüada olacaq. Deməli, cavab D variantıdır. Fotoeffektin müşahidə edildiyi qurğunun sxemi göstərilmişdir. Düşən işığın tezliyini sabit qalmaqla intensivliyini 3 dəfə artırdıqda doyma cərəyanının şiddətini qeyd edən milliampermetrin göstərişi necə dəyişir? Bilirik ki, tezliyi sabit saxlayanda intensivlik doyma cərəyan şiddəti ilə düz asılıdır. Yəni, intensivlik 3 dəfə artdıqda doyma cərəyan şiddəti 3 dəfə artacaq. Yəni, ampermetrin göstərişi də 3 dəfə artacaq. Yəni, Y variantı. 53. Cərəyanın naqil sahəsində tarazlıqdadır. Tarazlıqda isə bütün qüvvələr bir-birini neytrallaşdırır. Kütlələrdən birində yaranan gərilmə qüvvəsi 2 Newton və naqilə təsir edən amper qüvvəsi 1 Newton olsa kütləsini hesablayın. Deməli, sol əl qaydasını tətbiq edirik. Maqnit şüaları bizdən şəkil müstəvisinə doğru. Maqnit şüaları əlimizə doğru daxil olur və 4 barmağımız cərəyan şiddətinin istiqamətini göstərir. Yəni, əlimiz bir növ belə olacaq. Bu da əlimizin içidir bura. Yəni, əlimizin çölü bizdən qarşıya baxacaq. Biz baş barmağın istiqamətini də amper qüvvəsi olaraq götürürük. Deməli, 2 dənə ipimiz var. 2 dənə gərilmə qüvvəsi, amper qüvvəsi, yuxarı olan qüvvələrdir. Bu nəyə bərabərdir?
aşağı olan MJ-yə, yəni ağırlıq qüvvəsinə. Bizdən kütləni soruşur. Kütlə burada nəyə bərabərdir? 2T M bərabərdir. 2T plus F Arximed F amper üzr istəyirəm. Bölsün şey. 2T T'nin biri 2'dir. 4 plus amper qüvvəsi 1 bölünsün J'miz burada verilməyib, amma J'miz 10'dur. 10. 5 bölünsün 10 ümumi cavab 0.5. 54. Preparatdakı alfa radioaktiv nüvələrinin başlanğıc sayı buna bərabərdir. Bu müddət zaman fasiləsində preparatda tərk edilən alfa zərrəcinin ümumi yükünü hesablayın. Deməli, ümumi tərk edən zərrəciklərin düsturu N0 vurulsun, 1 çıxılsın, 1 böl, 2 üstündə T böl T'dir. Bu düsturu tətbiq edir. Ümumi alfa zərrəciklərin sayıdır bu. Deməli, N0 2 vurulsun 10 üstü 13 vurulsun 1 çıxılsın 1 böl 2 üstü 3T böl T yəni 3 bərabərdir. 2 vurulsun 10 üstü 3 vurulsun 1 çıx 1 böl 8 bu bərabərdir 7 böl 8'ə. 8'də 2 üstü 3 kimi yazsaq, hələlik buraları sileyim, artıq düsturla tanış olduq. Ümumi delta n'imiz nəyə bərabərdir? 2 vurulsun 10 üstü 13 vurulsun 7 böl 2 üstü 3. İndi 2 üstü 3'ün biri ilə bu 2 ixtisar gedir. Ümumi nəyə bərabər olur? Bu 10 üstü 13'ü də 100 vurulsun 10 üstü 11 kimi yazsaq. Bunu 100 vurulsun 10 üstü 11 kimi yazsaq. Bu ikilərin hərəsi də buradakı 10'ların biri ixtisar edəcək. Burada da 25 qalacaq. Ümumi cavab 7 vur 25 vurulsun 10 üstü 11'dir. İndi buralarda silək. Ümumi cavabımız belə oldu. Qələmin rəngini dəyişək. İndi söhbət alfa zərrəciklərdən getdiyinə görə. Alfa zərrəciklər bilirsiniz ki, helium zərrəciklərdir. Yəni onların 2 elektronu və 2 protonu olur. Ona görə ümumi sayımızı bir də 2'yə vurmaq. Ümumi sayı da 2'yə vuranda olacaq 7 vur 50 vur 10 üstü 11. İndi bizdə qaldı. Bu bizim ümumi atomlarımızın, yəni elektronlarımızın sayıdır. N'imiz buna bərabərdir. Bizə yükü lazımdır. Yük də nəyə bərabərdir? Ümumi sayı E'yə vurmalıyıq ki, ümumi yük tapıq. Bunu gəlin buna vuraq. Burada nə alınacaq? 1.6 vur 10 üstü -19 vurulsun 7 vurulsun 50 vurulsun 10 üstü 11. 1.6 vurulsun 50 bizə verir 80. Vurulsun 7. 10 üstü 11 ilə 10 üstü -19'a bizə verir 10 üstü -8. Bu bizə 560 verəcək. Bu da
10 üstü mənfi 8. Bizdən soruşur. Mikroklonla hesablayın. Mikroklon istədiyinə görə də bunu biz mənfi 6-ya gətirməliyik. Bunun 2 vahid sola sürüşdürsək, ümumi cavabımız 5.6 vurulsun 10 üstü mənfi 6 olur. Biraz burada yerimiz çatmadı. Ümumi cavabı bir yuxarıdan buradan yazım. Sualın üstündə. 5.6 vurulsun 10 üstü mənfi 6. Bizdən mikroklonu istəyirdi. Biz mikro hissəsində düzəltdik. Ümumi cavabımız oldu 5.6. 55. Reostatın sürücü qolunu sola sürüşdürsək sarğacın. Deməli, sola sürüşdürdükdə, tutaq ki, ox artıq buradadır. Burada artıq cərəyanın rezistora təmas edən hissəsi daha da çox olur. Yəni, ümumi müqavimətimiz artır. Dövrədə də ümumi müqavimət artdıqca i'miz azalacaq. İndi, maqnit sahəsinin enerjisi L-i kvadrat bölü 2. Biz buradan bilirik ki, L sabitdir. I azalırsa, bu da azalacaq. Yəni, maqnit sahəsinin enerjisi azalmır. Artmır, azalır. Maqnit seli nəyə bərabərdir? L-i. L sabit qaldıqca I azalırsa, fiimiz də azalacaq. Maqnit seli azalır. İnduktivlik isə dəyişməyəcək. Çünki sarğacda heç bir dəyişiklik olmur. Cavab 3, 4, 6 olacaq. 56. Metal naqilin 100 Selsidə müqaviməti 14 ohm olarsa, 200 Selsidə müqaviməti neçə ohm olar? Bilirik ki, R bərabərdir. R0 vurulsun 1 plus alfa T'dir. İndi 100 dərəcədə biz R-mizi bilirik. R0 buradan tapsaq, R bölünsün 1 plus alfa T. O da bərabərdir. 14 bölünsün 1 plus 0.004 vurulsun 100. O da bərabərdir. 14 bölünsün 1.4. O da bərabərdir 10. Bizim R0'ımız artıq bilir ki 10'dur. Bu hissələr artıq bizə lazım deyil. Bura lazımdır. Bura lazım deyil. R0 10 tapmışıq. İndi bizdən 200 dərəcədə müqaviməti soruşur. R bərabərdir. R0 vurulsun 1 plus alfa T'dir. R onda bərabər olacaq. 10 vurulsun 1 plus 0.004 vurulsun 200 dərəcədə. Bu da bərabərdir. 10 vurulsun 1.8-ə. O da bərabərdir 18. Cavabımız 18 ohm. Uyğunluğu müəyyən edin. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacdan keçən cərəyan şiddətinin amplitudu hansı ifadəyə təyin olunur? Cərəyan şiddətinin amplitudu I bərabərdir IM bərabərdir UM bölünsün XL-dir. Və biz də bilirik ki, XL nəyə bərabərdir? Omega elə. İndi birinci halda UM elə UM-dir. Omegamız omegadır. İnduktivliyimiz isə 2-dir. Onda birinci halda nə olacaq? UM bölünsün 2 omega L. L'miz 2-dir. Omegamız 1-dir. İkinci halda UM bölünsün 3 dənə omega var, bir dənə L var. 3 omega L. Üçüncü halda UM
bölünsün. 3 dənə L var, 2 dənə omega var. 6 omega L. Uyğunlaşdırsaq 1-ə B, 2-yə C, 3-ə D variantı. 1, 1B, 2C, 3D. Keçdik indi açıq həlli tələb olunan suallara. Açıq su hövzəsinin müəyyən dərinlikdəki tam təzyiqinin suyun dərinliyindən asılı qrafikində verilmiş A nöqtəsinə uyğun dərinlik neçə metrə bərabərdir? Qapalı su hövzəsi olarsa tam təzyiqin suyun dərinliyinə asılı qrafikini çəkin. Deməli, biz bilirik ki, P bərabərdir P0 plus rho GH. Onda P'miz bu nöqtədə, A nöqtəsi. 4 P0 bərabərdir P0 plus rho GH. Onda rho GH bizdə bərabərdir 3 P0. H nəyə bərabərdir? 3 P0 bölünsün G rho. İndi P0 verilib, rho verilib, G verilib. H nəyə bərabərdir? 3 vurulsun 10 üstü 5 bölünsün 10 vurulsun 10 üstü 10 üstü 4 10 üstü 5-dən gedib bir dənə 10 qalır və bərabərdir 30 metr. Ümumi dərinliyi tapdıq. İndi bizdən nə soruşur? Qapalı su hövzəsi olarsa tam təzyiqin suyun dərinliyindən asılılıq qrafikini çəkin. Hal-hazırda söhbət açıq su hövzəsindən gedirdi. Yəni, biz suyun üzündə belə olanda bizə rho 0, yəni 1 atmosfer təzyiq təsir edir. İndi qapalı su hövzəsi olarsa bu hal baş verməyəcək. Yəni, suyun üzündə bizim təzyiqimiz 0 olacaq. Qrafikimizi çəkək. H, ümumi P. Burada isə qrafik 0-dan başlamalıdır. Bura bizim A nöqtəmizdir. Ümumi burada təzyiq 3 rho 0-dır. Əgər A nöqtəsini bizdən istəyirmi qeyd eləmək? Yox. Ona görə sadəcə bunu da çəksəz bəsdir. Yəni, burada sizdən istənilən məsələ açıq su hövzəsindən qapalı su hövzəsinin bir-birindən fərqləndirə bilməyinizdir. İndi biz bildik ki, artıq qapalı su hövzəsində təzyiq suyun səthində olarkən 0-a bərabər olur. Ondan sonra dərinlik artdıqca təzyiq də ona uyğun hündürlüyə əsasən, yəni dərinliyə əsasən artmağa başlayacaq. Yekun cavabımız, qrafikimiz budur. Hündürlükdə 30 olaraq tapdıq. 59. Maddi nöqtənin sürətinin proyeksiyası bu qanunla dəyişir. Rəqsin amplitudu nəyə bərabər? Biz bilirik ki, hal-hazırda burada 3 V-nin amplitud qiymətidir. Vmax deyək. Və Vmax nəyə bərabərdir? Xm vur omegaya bərabər. Onda Xm bizdə nəyə bərabər olacaq? V-yə oxşadır. Xm bizdə nəyə bərabər olacaq? Vm böl omegaya. Vm'imiz 3'dür. Omegamız da 2 pi'dir. Yəni 2 vurulsun 3. Üstər sağ gedir. Cavab 1 böl 2, yəni 0.5. 60. Cisim 40 metr böl saniyə başlanğıc sürətlə şaqıl yuxarı atılmışdır. Hansı hündürlüklə cismin sürəti 30 metr böl saniyə olar? Havanın müqaviməti nəzərə almayın. J bərabərdir. Burada H bərabərdir V kvadrat çıx
V0 kvadrat böl 2J düsturundan istifadə edək. Hansı hündürlükdə cismin sürəti 30-dur? Deməli, V'miz 30-dur. V'miz 30-dur, V0'mız 40-dır. Bu şaqili yuxarı atıldığına görə cismin sürəti azala-azala gedir. Ona görə burada yüngül düsturda dəyişiklik olacaq. V0 çıx V'nin kvadratı olacaq. Çünki ilk sürət burada sonraki sürətdən daha çox. İlk sürət 40 kvadratı çıx 30'un kvadratı böl 2 vurulsun 10. Bərabərdir. 1600 çıxılsın 900 bölünsün 20. O da bərabərdir. 700 böl 20. Sıfırlar ixtisar gedir. O da qalır. Son cavabımız 35. Cavabımız 35 metr. Ümid edirəm bütün suallar aydın oldu sizə. Bu izahımızın sonudur. Sağ olun, salamat qalın.